Çox dəhşətli eləmə. Çox dəhşətli eləmə. Hə. Bu insanlardan, adını çəkdiyim meyxana ifaçılarından hansı daha uğurludur sənin üçün? Onların adlarını da özün müqayisə eləyəcəksən. Sənətindən danışırıq. Bəli, sənətindən danışırıq. Orxan Lökbatanlı yoxsa Aydın Lökbatanlı? Orxan Lökbatanlı. Yəni Aydın Orxanın ustadıdır, amma Orxan xalq tərəfindən sevilən şairdir. Orxan Lökbatanlı yoxsa Tərlan Lovxanı? Orxan Lökbatanlı. Orxan Lökbatanlı yoxsa Pərviz Bülbülə? Onun ikisi də Pərviz Bülbülə. Pərviz Bülbülə yoxsa Ələkbər Yasamallı? Pərviz Bülbülə. Pərviz Bülbülə yoxsa Ruslan Müşfiqabad? Pərviz Bülbülə. Pərviz Bülbülə yoxsa Namiq Qaraçuxurlu? Namiq Qaraçuxurlu bir nömrədir. Aha. Namiq Qaraçuxurlu yoxsa Balalı Meştağalı? Namiq Qaraçuxurlu əlbəttə. Ustadı salamlayıram, Namiqə uğurlar arzu edirəm, Balalıya da həmsin. Namiq Qaraçuxurlu yoxsa Elnur Ağdamlı? Əlbəttə Namiq Qaraçuxurlu. Namiq Qaraçuxurlu yoxsa Məhəmməd Səda? Məhəmməd Fəda. Məhəmməd Fəda. Fəda Naxçıvanlı salamlayıram, Namiq, əlbəttə Namiq. Namiq Qaraçuxurlu yoxsa Rövşən Binəqədi? Namiq Qaraçuxurlu. Namiq Qaraçuxurlu yoxsa Rüfət Nasosnu? Namiq Qaraçuxurlu dəyişilməzdir. Namiq Qaraçuxurlu, Nicat Məna. Namiq Qaraçuxurlu. Və Kərim abi, bir də Sadıq Mustafayev. Yəni, onlara da uğurlar arzu edirəm. Kərim bizim balaca qardaşımızdır. O birisini tanımadım. Adı? Səda Mustafayev. Sadıq Mustafayev. Uğurlar arzu edirəm, Sadığı da salamlayıram. Namiq Qaraçuxurlu. Və sonda Namiq Qaraçuxurlu yoxsa Rəşad Dağlı? Hər ikisi. Onların cavabı belədir, hər ikisi. Çünki Rəşadın da sənətdə zəhməti böyüdür, danılmazdır. Namiq Qaraçuxurlu da vaxtında çox sevdirib sənəti. Bunları və yəni bunları dəyişə bilmərəm. Mən hərdən, Allah Vüqara rəhmət eləsin, Vüqar Biləcəriyə, mən Vüqara deyirdim. Deyirdim, mən hərdən sual verirlər ki, Vüqar yaxşı meyxana deyir, yoxsa Rəşad Dağlı? Deyirdim, nə cavab verirsən, Nehrəmdir? Dedim, belə cavab verirəm ki, bunların ikisi də idmançıdır. İkisi də olimpiya çempionudur. Biri boks üzrə, biri güləş üzrə. Bunları müqayisə eləmək olmaz, ayrı-ayrı sahənin adamıdır. Vüqar əruz vəznində daha üstünüydü, bütün rəqiblərindən. Rəşad deyişmədə əvəz olunmaz şairdir. Həmsinin Aydın Xırdalanlı deyil, olub əruz vəznində. Yəni, bunları müqayisə eləmək olub. Namiq Qaraçuxurlu başqa yolla, Rəşad başqa yolla. Amma Namiqin deyişməsi də artıq olub. Əksi olmayıb. Alqışlar gəlsin. Alqışlayırıq. Allah Rəşad qardaşımızın qapısını açsın, Namiqə də can sağlığı versin. Amin. İnci xanım, indi sualım sizədir.